Əziz həmvətənlərim, mən sizin diqqətinizə Kəlbəcər rayonundan bir xatirəni yada salmaq istəyirəm ki, 1992-ci ilin qış ayları idi. Kəlbəcər rayon Daxili İşlər Şöbəsinə məlumat gəldi ki, Cahangirov Vaqif müəllim yaralanıb Qozlu körpüdə. Polkovnik Aslanovla bir yerdə sürətin birinci mavini. Biz orada 4 nəfər yoldaş, rəhmətli Zeynalov Ədalət İsmailoğlu, Zambalov Vüqar Yahyoğlu, Nəcəfalı kəndindən Yekə Vüqar deyirlər, Vüqar və mən dördümüz də silahlarımızı götürdük, gəldik Qozlu körpü istiqamətinə. Çərəkləri keçəndə orada Polkovnik Aslanovun tabiçiliyində olan soldatlar var idi və onların yanında bir vayin rəhdə bir skoropamoş oğaz dayanmışdı. Biz onlara dedik, niyə getmişsiniz? Dedilər, atırlar, getmək mümkün deyil. Biz yoldaşlarımız ısrar elədik ki, biz gəlmişiksə getməliyik. Mən o oğazı idarə edən sürücünü soruşdum. Sürücü mənə yaxınlaşdı. Dedim, açarı mənə verə bilərsiniz, biz gedirik. Dedi, buyurun. Açarı götürdüm və oturdum mən sükan arxasında 4 dənə yoldaş gəldik. Qozlu körpüdə ictimai tövləsi deyirlər, uzun. Pavorotun ayağında, postunda bir 200-300 metr bəridə. Orada Mardakirtə gedən yol tərəfdə, Ağdariyə gedən yol tərəfdə. Yolun sol çiyini üzrə idi. Düzdür, təbii ki, qış ayları idi. Yol qar deyildi, yol sırsıra idi. Buz var idi yolda. Ancaq meşə istiqamətində qar çox idi. Oradan meşənin içindən iri çaplı silahlarla yolu, ağaçları zadı ateşə tuturdular. Bizim yoldaşlar Vüqar, Ədalət, o biri Vüqar düşdülər. Aslanov adı yadımdan çıxıb səhv eləmirəmsə, köçəri idi, adı nə idisə. Aslanovu götürdülər və Cahangirov Vaqifi çiyinlərini alıb qoydular oğaz maşına. Biz gətirdik onları Kəlbəcər rayonuna, xəstəxanaya Cahangirov Vaqifi yerləşdirəndən sonra Aslanovun yarası düzdür, damarı zədələməmişsə də çox sürətli qan axması var idi. Əlini boğazına tutmuşdu, günü bugünkü xatirimdədir. Xahiş elədi ki, mən aparın icra hakimiyyətinə Sürət Hüseynova zəng eləyim ki, oradan vertolyot gəlsin. Və biz onu apardıq, orada düşürtdük. Yoldaşlar kömək elədilər, qaldırdılar, Əhlimanın kabinetinə qoyduq. Və ondan sonra nə proses baş verdi, hara getdi, necə oldu, ondan mənim xəbərim olmadı. Və o vaxt Kəlbəcərdə Xalq Radiosu var idi. Bizim polis yoldaşlarımızın, polis qardaşlarımızın, Allah ədalətə rəhmət eləsin cəmi şəhidlərimizə. O Xalq Radiosunda komandirləri xilas etdiyimizə görə bizim adımızı hallandırdılar. Sağ olsunlar hər kəs. Və sizin diqqətinizi onu çatdırmaq istəyirəm ki, bu videonu paylaşmaqda mənim məqsədim nədir? Cahangirov Vaqifi xilas edən biz 4 şəxs olmuşuq. Bizdən başqa kimlərsə gedib, mən orada olmuşum sözü yalandır, bilmənalı şəkildə. Cahangirov özü də onu təsdiq edə bilər, əgər kiməsə maraqlıdırsa. Və Cahangirovun bizim Ərəfədə neçə il işlədiksə, polis mayorundan tutmuşdur, polis polkovnikinə qədər, hal-hazırda bu saat o təqaüdçüdür. Mən elə bir cəsur komandir, elə bir döyüşkən komandir görmədim. Həmişə Cahangirov Vaqif ermənilər tərəfindən Kəlbəcər rayonunun kətlərini ateşə tutanda, döyüş başlayanda Cahangirov Vaqif müəllim özü saldatından öndə həmişə özü gedibdir. Mən bunu öz gözlərimlə görmüşəm, dəfələrlə şahid olmuşam və neçə dənə də erməniləri gözümün qabağında səngərdə bir-bir atdığını, məhv etdiyini özüm şəxsən öz gözlərimlə görmüşəm. Mən o şəxsə, o kişiyə, ona uzun ömür can sağlığı arzu edirəm və xalqımdan, cəmaatımdan, elimdən, obamdan mənim bir dənə təvəkkəm var, nədir, istəyim nədir? Cahangirov Vaqif kimi bir şəxsi bu yaşında da hal-hazırda yaddan çıxartmayın. Bilin ki, orada ən azından o diz yuxularımızın da səbəbkarı Cahangirov Vaqif olub və onun tabiçiliyində olan polis nəfərləri. Allah hər birinə uzun ömür can sağlığı versin, ölənlərə Allah qəni-qəni rəhmət eləsin, dinləyicilərin də canı sağ olsun. Sağ olun, var olun, bağrıma basıram, öpürəm. Təşəkkür edirəm.